2025-ci il dekabrın 31-də Azərbaycana gətirilən elektrik, hibrid və plug-in hibrid avtomobillərə tətbiq olunan ƏDV güzəştlərinin müddəti başa çatır. Bu isə o deməkdir ki, növbəti ildən etibarən sözügedən avtomobilləri ölkəyə gətirən şəxslər əlavə dəyər vergisi ödəməli olacaqlar. Bu qərar avtomobil bazarında ciddi qiymət dəyişikliklərinə səbəb olacaq. Yeni ilə çox az müddət qalmış yolumuzu saldıq avtomobil bazarlarından birinə. Bəs bazarda vəziyyət hazırda necədir? Satışlar artıb, satışların artım səbəbi də bilirsiniz, Çin avtomobillərinin hamısını ən çox taksiyə gedir, taksi üçün satırlar. Ayına vaxt qoyduğuna görə, 31 dekabr kimi vaxt qoyduğuna görə satışlar daha sürətli artıb və qiymətlərdə də dəyişiklik vardı. Bu dəqiqə düzdür, hər cür qiymət vardı, amma qiymətlərdə bahalaşma vardı. Yanvardan sonra daha da çox bahalaşacaq. Hal-hazırda amma satışlar yaxşıdır, yaxşı gedir. Yəni avtomobillər gəlir, qalmır. Özəl alanlar çox idi, şəxsi alanlar çox idi. İndi şəxsi alanlar azalıb, amma taksi üçün alanlar çoxdur. Şəxsiyə gəlib alan bir avtomobil alacaq, amma şirkət sahibkarlar gəlib bir avtomobil almır. Ən azı 5 avtomobili birdən götürür, 10 avtomobili götürür. Amma şəxsi alanlar azalıb, bəli, çünki qiymətlərdə dəyişikliklər vardır. Satıcıların fikrincə, hibrid Çin maşınlarının bahalaşması fonunda benzinlə işləyən ikinci əl avtomobillərin qiymətində də artım gözlənilir. Bugünkü gün ən çox bazarda tələbat Çin avtomobillərinədir. Çünki bunlar ekonom olduğu üçün bizə sərf eləyir də. Keyfiyyət baxımından heç nə demək olmaz. Çünki onlar yeni modellərdir. Hələ ki, heç nə bilmir. Ancaq bugünkü gün Amerikadan getdiyimiz maşınlar var, Almaniyada getdiyimiz maşınlar var. Onlarda çox zəif, alıcı qüvvəsi çox zəifdir. Yanvarın 1-dən ehtimal var ki, gömrük rüsumları qalxsın. Ondan sonra bazarda müəyyən bir dirsəliklər ola bilər. Ekspertlər düşünürlər ki, hibrid maşınlar üçün güzəşt müddəti uzadılmasa, ikinci əl maşınların qiyməti 3-5 min manat artacaq. Məlum məsələdir ki, müştərilər Çin maşınlarını ucuz olduğuna görə alırdılar. Hətta tez-tez baş verən yanğın hadisələrinə rəğmən. Bəs bunun səbəbi nədədir? Digər avtomobillərdə, markalarda alternativ yanacaq metodu kimi istifadə olunur və daha çox təhlükəsizlik tədbirləri və bateriya sisteminin, şarj, akkumulyator sisteminin bir-birlə əlaqəli olmadan, necə deyərlər, funksionallığı. Yanacaq, həmin avtomobillərin yanacaq ehtiyat hissələri, yanacaqla birbaşa avtomobilin yəni elektrik və yaxud tez əlavəlanma hissələri ilə təması olmasıdır. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2025-ci ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37.183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib. Bu isə ötən illə müqayisədə 2,7 dəfə artım deməkdir. Nəzrin Elxan Sadiq Məmmədov, Bizim Media.